Salam değerli izləyicilərimiz, hər vaxtınız xeyir olsun. Değerli müştərilərimiz, Binə qəsəbəsi, Binə Safxoz arası, Məscid küçəsində. Rahat marketi keçəndən sonra da Neon marketdən sağa dönürsən, bax həmin küçədən də gəlmir, bir də Məscid küçəsindən. Çox gözəl bir evimiz satışa çıxıb. Evimiz 3 otaqlı, amma kvadratı çox böyükdür, geniş bir otaqları ilə. Yataq otaqlar demək ki 5-15-ədir. Bax bu da böyük bir otaqdır, yataq otağıdır. Bu da evimizin xunasıdır. Değerli belə bir ev həqiqətən də bugünkü gündə bu kvadratdan 3 sot yarım içində bu qiyməti ev yoxdur. Yəni gir yaşa ev, şəxsi ev. Bax görürsüz dəyərli, balkonuna kimi. Bax, hazır balkon. Bax bura nə cam balkon ilə plastikadan. Burada otaqdır, öyle bir dənə böyük bir otaqdır. Hamam tualet burada da var, plus da həyətində də var. Görürsüz? Yəni yaşayışlı ev, dəyərli izləyicilərimiz. Həyətində bir dənə də otağı var. Qəşəng, xudmanı. Otur. Qəşəng orada öz üçün. Dostlarınız gəldi, oturur bir otaqda. Yeməyi, içməyi orada elə. Həqiqətən şəraitli bir evdir. Bax evimiz paketdandır, bax görürsünüz. Bax, giriş qapısı buradandır. Rahatçılıqla 4 dənə, 3 dənə rahat maşın gedən həyəti var. Kürsüz 7 daşlı. Bağına kimi, baxın. Qəşəng səliqəli. Bilinir ki, səliqə sahmanlı bir adamın evidir həqiqətən də. Görürsünüz, nə qəşəng, güllü, çiçəkli, hər şey var bu həyətdə. Bu da bir otağını da göstərim sizə. Bu da bir otaqdır. Buranı bir babat səliqəyə sal, qəşəng yaşa burada. Bax, 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 görürsünüz. Burada da hamamıdır. Xunası. Xuna kimi. Bura hamam deyil, bura xunadır, xunasıdır. Burada da belə balaca bir otaqdır. Görürsünüz. Burada da hamam tuvaletidir, sanitar qovşağıdır. Orada da yan tərəfdə. Görürsünüz, burada da belə bir həmişə yaşıl ağacları var. Bax, görürsünüz, qeyri-adi bir güllərlə ev bəzədilib. Həqiqətən zirzəmisinə boy verən zirzəmisi var. Rahat geniş zirzəmisi var. Bu da evimizin dəyərli hamam tuvaletidir. Bax, bu sanitar qovşağıdır, bu da hamamdır. Göstərim sizə. Qoy, hər şey göz qabağında olsun ki, dəyərli müştərilərim görsünlər. İndi də evimizin nəzir. Bu da evimizin çöl şəraitində sanitar qovşağıdır. Dəyərli izləyicilər, bu gördüyünüz 3 sot yarım torpaq sahəsində evimizin qiyməti 68 minə deyilir. Yox, 76 minə, üzrü sayın. 76 minə, tərsinə dedim də, mən rəqəmi tərsinə dedim. 76 minə deyilir. Baxın, görürsünüz, göstərirəm sizə. Baba, bu gözəl bir ev. 76 minə deyim, amma reallıq olsa yenə razılaşmaq olar. Sağ olun.